Peyğəmbər və Ali Peyğəmbərə salavat hədiyyə edər. Allahümme salli ala Muhammed və ali Muhammed. Həzrət Əmir əl-Müminin Əli ibn Əbu Talib əleyhissalamın pak mütəhhər ruhuna salavat hədiyyə edər. Allahümme salli ala Muhammed və ali Muhammed. İmam Zaman ağanın salamatçılığına, zuhurunun təziminə, o Həzrətin zuhuruyla yer üzərində ədalətin bərqərar olmağına salavat hədiyyə edər. Allahümme salli ala Muhammed və ali Muhammed. Euzu billahi minəl-la'inəş-şeytanir-racim. Bismillahir-rahmanir-rahim. Elhamdü və-səna'u lillahi rabbil alamin. Vessalatu vesselamu ala Muhammedin ve alihi tayyibin tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Vel-la'netud daimetu ala a'daihim ecmaîn minel-an ila qiyam yevmiddin. Rabbi şrah li sadri ve yassir li emri vehlul ukdeten min lisani yefkahu kavli. Amma ba'd. قال الله تعالى في كتابه الكريم بسم الله الرحمن الرحيم والذي جاء بالصدق وصدق به أولئك هم المتقون صدق الله العلي العظيم وصدق وبلغ رسوله نبي كريم. Peyğəmbər və Ali Peyğəmbərə salavat hədiyyə edər. Allahümme salli ala Muhammed və ali Muhammed. Bu gecə əhya gecələrindən ikincisi, ehtimal olunan Qədir gecələrindən ikinci gecədir ki, Allah-u Teala bu gecənin barəsində öz kitabında, Quran-ı Kərimdə buyurur, bu gecə 1000 aydan daha xeyirlidir. Qədr surəsinin ayələrində Allah-u Teala buyurur ki, həqiqətən biz Qur'anı Qədr gecəsində nazil etmişik. Sən nə bilirsən ki, Qədr gecəsi nə olan şeydir, onun ehtiramı nə qədər ucadır. Qədr gecəsi həmin gecə 1000 aydan daha xeyirlidir və günəş çıxana qədər o gecə salamatçılıq olar. Rəbbin öz əmirlərini həmin gecədə mələklər və ruhun vasitəsilə yer üzərinə endirər. Ta gün çıxana qədər həmin gecə iman əhli üçün, müminlər üçün salamatçılıq olar. Həmin o əzəmətli gecə ikincisi bu gecəyə təsadüf edir. Ki, bu gecənin əhəmiyyəti barəsində ötən gecədə danışdıq, qeyd elədik ki, bu gecəni necə keçirmək, bu gecələrdə hansı əməlləri eləmək Allah dərgahında insanın günahlarının bağışlanmağı üçün səbəbdir, vasitədir. Qeyd eləmişdik ki, Əhl-i imamları bu gecə barəsində olan tapşırıqlarında möminləri əsasən 3 şeyə təşviq eləyiblər. Onlardan biri Allahla olan rabitəni qüvvətləndirməyə, Allahla ünsiyyəti, əlaqəni qaydasına salmağa, bu minvalda etdikləri günahlar barəsində Allahın huzurunda möminlər gərək bu gecə tövbə eləsin. Bu vaxta qədər elədikləri qəbahətləri, günahları tərk eləyib, onlardan peşman olduğunu Allahın huzurunda dilə gətirsin, Allahdan bağışlanma, məğfirət diləsin ki, Allah-u Teala bu gecənin hörmətinə, öz rəhmətinin, məğfirətinin geniş şəkildə nazil olduğu bu gecədə həmin o günahkar bəndələri əfv eləsin. Allahla əlaqə, ibadət, itaət bu gecədə Peyğəmbər və onun əhl-i beytinin ən böyük tövsiyələridir. Eyni zamanda qeyd eləmişdik ki, möminlərin biri-biri ilə olan rabitəsi, əlaqəsi, əhl-i beyt imamlarının bu gecələrdə möminlər üçün xüsusi
tapşırıqlarındandır ki, biri-birinə olan haqlarını halal eləsinlər, biri-birinə qarşı qəlblərində olan kin-küdurəti aradan aparsınlar, bir-birləri üçün dua etsinlər, Allahdan bağışlanma diləsinlər ki, Allah-u Müteal onların biri-biri üçün olan dualarına görə onları əfv eləsin. Və eyni zamanda qeyd eləmişdik ki, Əhl-i Beyt imamları, Peyğəmbər və onun Əhl-i Beyti bu gecədə üçüncü ən çox təkid etdikləri şey insanın öz məsum imamı ilə olan rabitəsinə, əlaqəsinə diqqət ayırmağıdır. Bu gecə iki əlamətdar hadisə ilə tarixdə məşhur olub ki, onların hər ikisi əziz Peyğəmbərimizin bir kəlamında bizlərə ağır əmanət kimi qoyduğu əzəmətli, böyük əmanətlərdir. Onlardan biri Allahın kitabının nazil olduğu gecədir, Qur'an-ı Kərimin qiyamətə qədər insanları səadətə çatdırmaq üçün Allahın nazil etdiyi qanunlar külliyyatının ən ibrətli kəlamların, hikmətli kəlamların olduğu kitabı Allah-u Müteal bu gecədə nazil eləyir və eyni zamanda həmin Qur'anın insanlar arasında həqiqi mücəssiməsi olan, yəni canlanmış şəkli olan, onun həqiqətlərini insanlara bəyan eləyən, onun əhkamlarını insanlara doğru şəkildə izah eləyən birinci imamımız, Natiq-i Qur'an olan Əmir-əl-Müminin İmam Əli ibn Əbu Talib əleyhissalamın şəhadət gecəsidir. Bu iki tarixi hadisə bu gecənin ən böyük, ən məşhur tarixi hadisələridir ki, biri Allahın ağır əmanətinin nazil olmasıdır, biri isə Allahın digər bir ağır əmanətinin insanların əlindən alınmasıdır. Yəni o Qur'an-ı Kərimi insanlara izah edən, onun həqiqi müfəssiri, təfsir edəni olan məsum imamın o insanların əlindən alındığı, ümmətin yetim qaldığı gecədir. Mən həm Qur'an-ı Kərimin, həm imamlarımızın müştərək olan bir xüsusiyyətinə toxunub, onların bu müştərək cəhətindən danışıb, inşallah sözü tamamlamaq istəyirəm ki, ondan sonra gecənin müstəhəb olan digər dua və əməllərini birgə yerinə yetirək. Həm Qur'an-ı Kərimin, həm Peyğəmbər-i Əkrəmin, Peyğəmbərimizin, həm o Peyğəmbərin vəsisinin, imamlarımızın, həm də möminlərin müştərək bir sifəti var ki, Allah-u Müteal Qur'an-ı Kərimdə həmin sifətə, həmin xüsusiyyətə təkrar işarə eləyir. Həmin o sifət, vəsf, sidq və ya sadiq və ya siddiq və ya müsəddiq deyə müxtəlif ləfzlərlə keçmiş olsa da, hamısının işarə elədiyi və dəlalət elədiyi vahid bir şey var, doğruluq və dürüstlük. Allah Qur'an-ı Kərimdə Qur'anın özünü Qur'andan öncəki kitabları təsdiqləyən, doğrulayan kimi bizlərə təqdim edir. Bəzi peyğəmbərləri, həmin o kitabları və özündən öncəki peyğəmbərləri doğrulayan kimi bizə təqdim edir. Bəzi vəsiləri, huzurunda olduğu peyğəmbəri, kitabı təsdiqləyən kimi bizə təqdim edir. Və bəzi möminləri həm vəhyi, kitabı, həm o kitabı gətirən peyğəmbəri, həm onun vəsisi olan kəsi təsdiq edən kimi Allah bizlərə təqdim edir, tanıtdırır. Bu baxımdan Qur'an-ı Kərimdə ən üstün məqamlardan biri
sadiqlər, siddiqlər deyə keçən şəxslərin məqamıdır. Yəni, doğru danışan, doğru əməl eləyən və doğru, dürüst sifəti ilə məşhur olan insanlar. Bu xüsusiyyət həm Qurani Kərimə aid olan bir şeydir, həm Peyğəmbərə aid olan bir şeydir, həm o Peyğəmbərin vəsisinə aid olan bir şeydir və həm də möminlərə aid olan bir xüsusiyyətdir. Məsələn, Qurani Kərimdə Allah-u Müteal Ali İmran surəsində Peyğəmbərimizin barəsində danışdıqda buyurur ki, o zaman ki, Rəbbim bütün Peyğəmbərlərdən misaq aldı, əhd aldı ki, sizdən sonra bir Peyğəmbər gələcək ki, o sizin yanınızda olanları təsdiqləyən kəsdir. Onun gətirdiyi kitab sizin yanınızda olanları, sizin Peyğəmbərliyinizi təsdiqləyən kəsdir. O gəldiyi zaman ona iman gətirib və ona kömək edəcəyinizə vəd verirmisiniz ki, bunun üzərində mən sizə kitabı və hikməti bəxş edeyim. Yəni, Allah bütün Peyğəmbərləri hələ Peyğəmbər olaraq seçməmişdən əvvəl İslam Peyğəmbərinin Peyğəmbərliyinə iman gətirməyi və ona kömək etməyi həmin o Peyğəmbərlərin Peyğəmbərlik məqamına yetişməsi üçün şərt olaraq irəli sürür. Siz qəbul edəcəksiniz ki, sizdən sonra bir nəfər gələcək, onun gətirdiyi sizin yanınızda olanları təsdiqləyəcək və o gəldiyi zaman siz ona iman gətirəcəksiniz, ona kömək eləyəcəksiniz. Bunun üzərində mənim əhdimi, misaqımı, vədimi qəbul edirsiniz? Buyurdular ki, bəli. Allah-u Teala buyurur ki, o zaman şahid olun ki, mən də sizinlə birgə şahid olanlardanam. Baxın, bütün Peyğəmbərlərin Peyğəmbərliyinin təsdiqi Həzrət Rəsul-i Əkrəmin onların Peyğəmbərliyini, yəni o Peyğəmbərlərin, Peyğəmbərimizin Peyğəmbərliyini təsdiq etməyinə bağlı olur. Bunu Qurani Kərimdə Allah-u Teala Ali İmran surəsində özü buyurur. Həmin o ayədə Allah Peyğəmbəri və onun gətirdiyi vəhyi bütün Peyğəmbərlərin və onların yanında olanlarını təsdiqləyən, müsəddiq olaraq bizlərə tanıtdırır. Qurani Kərim və İslam Peyğəmbəri bütün səmavi dinlərin mehvəri olan kitablarını və həmin kitabları Allah tərəfindən gətirən Peyğəmbərləri təsdiq edən kitabdır. Məsələn, Allah Qurani Kərimdə buyurur ki, وَأَنْزَلْنَا إِلَيْكَ الْكِتَابِ Ey Peyğəmbər, biz sənə kitab nazil etmişik. Bil-həq, haqq olaraq. Ki, bu kitabda olanların hamısı haqq olaraq Allah tərəfindən göndərilmiş şeylərdir. Musaddiqan lima beynə yədeyhi minəl kitab. Səndən öncəkiləri, o kitabları və Peyğəmbərləri təsdiq edən olaraq sənə haqla bir kitab nazil etmişik. Başqa bir ayədə buyurur ki, وَهَذَا kitabun, bu bir kitabdır ki, ənzəlnahu, biz onu nazil etmişik. Mübarəkun, həmin o kitab bərəkətli, mübarək kitabdır. Quran-ı Kərimin ləqəblərindən biridir, sifətlərindən biridir mübarək sifəti. Musaddiqul-ləzi beynə yədeyh və özündən əvvəlkiləri təsdiq edən kitabdır. Baxın, bəzi insanlar, məsələn, müsəlmanları fərqli şeylərdə ittiham eləyirlər ki, müsəlmanlar bu şeyi xristiyanlardan götürür və ya müsəlmanlar bu şeyi yəhudilərdən götürür və ya başqa bir dinlərin nümayəndələrindən götürür. Qurani Kərimi Allah bizə tanıtdıranda özündən əvvəlki kitabları, səmavi kitabları təsdiqləyən kitab kimi bizə tanıtdırır. Heç şübhəsiz ki, bu səmavi kitabların müştərək cəhətləri də olacaq.
Qurani Kərim özündən əvvəlkilərin hamısını inkar etmək üçün nazil olmuş bir kitab deyil ki. Allah Quranı göndərib ki, həmin peyğəmbərlərin kitablarının haqq olaraq nazil olmuşlarını təsdiq eləsin, qüvvədən düşən hökmlərini dəyişdirsin yeni hökmlərlə və təhrif olanları, dəyişdirilmiş və ya əlavə edilmiş şeyləri inkar eləsin. Quranın gəlməsi İslamdan öncəki bütün səmavi dinlərin kitablarının bütünü ilə inkarı demək deyil. Bəlkə Quran-ı Kərimin orada təsdiqlədiyi şeylər də var ki, Allah-u Teala buyurur ki, Həzrəti İsa barəsində də danışanda bunu buyurur, Həzrəti Musa barəsində də danışdıqda bu şeyə işarə eləyir. Eyni zamanda İslam Peyğəmbərinin və onun kitabının barəsində də danışanda bu şeyə işarə eləyir ki, biz kitab nazil etmişik ki, özündən əvvəlkiləri təsdiqləyər. Yəni onların haqq olanlarını təsdiqləyər. Ola bilər ki, orada olmuş, haqq olaraq olmuş ayələr olsun ki, Quran artıq onun hökmünü qüvvədən salsın. Bu ayrı bir şeydir. Amma bu səmavi dinlərin müştərək xüsusiyyətləri var ki, bu baxımdan Allah-u Teala Quran-ı Kərimi bizə həmin o səmavi dinlərin peyğəmbərlərini və kitablarını təsdiqləyən kimi tanıtdırır. Eyni zamanda həmin o kitabları gətirən peyğəmbərlərin özlərini bizə müsəddiq olaraq tanıtdırır. Məsələn, Quran-ı Kərimdə Allah-u Teala buyurur ki, ey Peyğəmbər, وَقَفَّيْنَا بِإِيسَى ibn Məryəm مُسَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاتِ Biz Məryəm oğlu İsa'nı göndərdik ki, o özündən əvvəlki Tövratı təsdiq etsin və eyni zamanda öz nurunu, öz kəlamını insanlara bəyan eləsin. Həm özündən əvvəlkini təsdiqləyir, həm həmin o ümmət üçün yeni nazil olmuş şeyləri bəyan edir. Quran-ı Kərimin də barəsində, Peyğəmbərin də barəsində Allah-u Teala bunu əmr eləyir və bütün peyğəmbərləri biri-birinin peyğəmbərliyini təsdiqləyən kimi bizlərə təqdim edir. Məsələn, Quran-ı Kərimdə anlayırlar ki, iman gətirənlər deyərlər ki, biz İsa'ya da, Musa'ya da, İbrahimə də, ondan öncəkilərə də iman gətirmişik, peyğəmbərlərin barəsində ayrım etmirik, yəni onların hər biri Allahın peyğəmbəridir, onun hansınınsa peyğəmbərliyini inkar eləmək olmaz, ona qarşı qəlbində kin bəsləmək olmaz. Eyni zamanda İslam peyğəmbərin peyğəmbərliyi də həmçinin. Bütün peyğəmbərlər biri-birinin təsdiqləyicisidir. Biri-birinin kitablarını təsdiqləyəndir. Onların hamısı İslam peyğəmbərinin özünü və kitabını hələ o gəlmənişdən təsdiqləyirdi. Necə ki, Ali İmran surəsinin ayəsində işarə elədik. Bütün peyğəmbərlərə Allah-u Teala həmin o peyğəmbəri və onunla gələcək kitabı təqdim eləyib, ona iman gətirib, ona kömək göstərməyin müqabilində onlara peyğəmbərlik verir və kitab nazil eləyir. Və Peyğəmbəri Əkrəm də özündən öncəki bütün peyğəmbərlərin peyğəmbərliyini təsdiq edir. Bu baxımdan Allahın dininin yer üzərində qalması üçün gərəkli olan ən mühüm şeylərdən biri Allahın özü ilə bahar, onun vəhyini, onun peyğəmbərini, yer üzərində olan hüccətini, axirəti, yəni bu dünyadan sonraki həyatı təsdiqləmək dayanır ki, əgər bu şeylər olmasa, Allahın kainatı yaratmasının bir mənası olmaz. Bu, hikmətə xilaf çıxmış olar. Təsəvvür edin, Allah Quran-ı Kərimdə buyurur ki, biz insanları və cinləri yaratdıq ki, ibadət etsinlər. Əgər bu dünyada o Allahın peyğəmbərinə iman gətirən bir kəs olmasa, onu təsdiqləyən bir kəs olmasa, hamı onu təkzib eləsə, Allahın əmr və qadağalarına yanlış əməl etsələr və s. və ilaxır. Bu zaman bu yer üzərinin sağlam, salamat qalmağının bir mənası olmaz Allah dərgahında. Niyə? Həmin o hikmət sahibi bir məqsədə, bir hədəfə uyğun olaraq bir iş görür
İndi gördüyü iş həmin o hədəfə xidmət eləmir. Bu Allah-u Teala'nın hikmətinə xələl gətirər, tədbirinin dəqiqliyinə xələl gətirər, rububiyyətinə xələl gətirər. Bu baxımdan Allah-u Teala göndərdiyi peyğəmbərləri, kitabları təsdiq etməyi möminlərdən tələb edir. Nə qədər ayələr var ki, Allah peyğəmbərləri, vəhyi təkzib edənləri məzəmmət edir və onları təsdiq edənləri mədh edir. Peyğəmbərin və kitabın həmin o müsəddiq, yəni təsdiq edən məqamından danışdı. Allah-u Teala'nın sünnəsidir, qaydasıdır, qanunudur ki, hər bir peyğəmbərin, hər bir kitabın yanında həmin o peyğəmbəri və kitabı təsdiq edən bir sadiq, onlara şahid olan, onu təsdiqləyən və insanları o peyğəmbərə və kitaba imana dəvət eləyən kəslər daim o peyğəmbərlərlə birgə vəsi olaraq göndərilir. Hər bir peyğəmbərin bir vəsisi olur. Elə bir peyğəmbər olmuyor ki, onun vəsiyyətinin sahibi olan özündən sonra bir davamçısı olmasın. Onların hamısı bizə bəllidir. Yox, heç peyğəmbərlərin hamısı bizə bəlli deyil. Amma Allah-u Teala'nın qoyduğu qayda, adət bundan ibarətdir ki, hər bir peyğəmbəri göndərdikdə həmin o peyğəmbərin vəsisini, ondan sonra vəsiyyətinin sahibi olan, onun dinini insanlar arasında qoruyan və doğru düzgün şəkildə insanlara çatdıran bir kəsi onunla bahəm göndərmiş olar. Məsələn, Quran-ı Kərimdə Allah-u Teala 3 şəxsə işarə eləyir siddiqlik məqamında ki, həmin o ayələrin təfsirində Peyğəmbər və Əhl-i Beyt imamları Əmir-əl-Müminin əleyhissalamın bütün bunların hamısından üstün olduğunu bizlərə bəyan edir. Məsələn, hədisdə gəlib ki, Əs-siddiqun əs-səlasə, siddiqlər 3 şəxsdir. Onlardan biri Həbib-i Nəccardır. Biri Ali Fironun müminidir. Fironun ətrafında bir kəs var idi ki, gizli şəkildə iman gətirmişdi və Həzrət Musa göndəriləndə onu təsdiq edir. İnşallah qissəsinə işarə eləyəcəyik. Biri də Peyğəmbər Əkrəm buyurur ki, bu ümmətin siddiqi olan Əli ibn Əbu Talibdir. Bunlar hansı əməlləri ilə bu əzəmətə uzalmışdılar ki, Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, Ya eyyuhəl-ləzînə âmenû ittaqû və kûnû mə'əs-sâdiqîn. Başqa bir ayədə Allah şəhidləri, salihləri və təqvalıları və sair zümrələri məth eləyəndən sonra gəlir onların içərisində siddiqlərin məqamına işarə edir. O kəslər ki, həm dilləri, həm əməlləri bir olur. Qəlbləri, dilləri, əməlləri Allah-u Teala'nın bir növ desək, əmr və qadağalarının müqabilində bir olur və dili ilə qəlbi, dili ilə əməli fərqlənmir. Məsələn, onlardan birincisi olan Həbib-i Nəccar. Həbib-i Nəccarın barəsində onun qissəsi, hekayəsi Yasin surəsinin 20-ci ayələrindən keçir. Allah-u Teala ki, 2 nəfər peyğəmbəri bir qövmə onları haqqa dəvət etmək üçün göndərmişdi və qövmləri həmin o peyğəmbərləri inkar edirlər, onları öldürməyə cəhd edirlər. Allah-u Teala Yasin surəsinin 20-ci ayəsində buyurur ki, və cəə min əqsəl mədinəti rəculun, şəhərin ucqar bir yerindən bir kişi, bir kəs gəldi, yəs'a, səy edərək, tələsik halda şəhərin ucqar bir yerindən bir şəxs gəldi, qalə ya qovm, ittəbi'ul mursəlin və onlara dedi ki, ey mənim qövmüm, qövm yəni cəmaat, toplum, peyğəmbərlərə tabe olun. Bundan öncə ayələrdə, məsələn, Yasin surəsinin 13-cü ayəsində
Allah-u Teala hekayənin əvvəlində buyurur ki, Peyğəmbər, həmin o kəndin cəmaatının məsəlini misal olaraq çək, bunlara xatırlat. O zaman ki, onlara Peyğəmbərlər göndərildi. İz ərsəlnə iləyhim usneyn. Biz onlara 2 dənə Peyğəmbər göndərdik. Fəkəzzəbuhuma. Onları yalanladılar, inkar etdilər. Sonra 3-cü Peyğəmbəri göndərdik. Bu zaman dedilər ki, sizlər bizim kimi bəşərsiz, insansız. Biz özümüz kimi olan bir varlıqlara iman gətirməyəcəyik. Həmin o Peyğəmbərlər də inkar olunduqlarını gördükdə dedilər ki, bizim öhdəmizə ancaq haqqı çatdırmaqdır. Allahın dediklərini sizə çatdırmaqdır. Bunları bəyan edəndən sonra Allah-u Teala buyurur ki, kəndin ucqar bir yerindən bir kəs gəldi. Onlara dedi ki, ey mənim qövmüm, Peyğəmbərlərə tabe olun. İttəbi'u mən la yəsəlukum əcrən və hum muhtədun. Sizdən heç bir qarşılıq tələb eləməyən, bu təbliğinin müqabilində, sizi hidayət etməyinin müqabilində, heç bir qarşılıq, ücrət tələb etməyən, hidayət olunmuş bu kəslərə, yəni Allah tərəfindən hidayət nemətinin verildiyi bu kəslərə tabe olun. Və mə liyə la a'budullezî fətərəni və ileyhi turcaun. Nə üçün mən məni yaradan və ona tərəf qayıdacağım olan varlığa ibadət etməyim? Mən həmin o Allahı tərk eləyib, sizin Allahlar olaraq seçdiklərinizə ibadət eləyim. Bir halda ki, əgər rəhman olan Allah mənə bir zərər vermək istəsə, onların heç bir şəfaəti mənə kömək eləməz. Onlar məni Allahın əzabından qoruya bilməz. İnni izən ləfi dalalin mubin. Bu zaman mən açıq-aşkar bir zəlalətdə olmuş olaram. İnni amantu bi rabbikum fəsməun. Mən sizin Rəbbinizə, yəni o Allah ki, həqiqi Allahdır. Özünüzə Allah olaraq seçdiyiniz bütlərə yox. Sizin Rəbbinizə iman gətirmişəm ki, məni dinləyin, eşidin. Həmin bu şəxsi Allah-u Teala, bu sözləri deyən kəsi, Həbib-i Nəccarı, Allah-u Teala 3 dənə Peyğəmbərini təsdiqləyən, onların qövmünün yanında 3 Peyğəmbəri təsdiqləyən bir kəs olaraq həmin o qövmə, həmin o cəmaata qorxudan olaraq göndərir. Və Allah bir dəfə vəhiy nazil edir, həmin o vəhyi insanlara çatdırır, Peyğəmbərini təqdim edir, bir dəfə də vəhyin yanında, Peyğəmbərin yanında onlara dəstək olan, təsdiqləyən bir kəs, ya onun vəsisi və ya möminlərdən olan bir kəsi Allah o vəhyə və o vəhyin daşıyıcısına dəstəkçi olaraq göndərir. Və müqabilində də zəhmətlərinin qarşılığı olaraq da ona cənnət vəd edir. Buyurur ki, qiyədxulil cənnə, ona deyildi ki, cənnətə daxil ol. Qalə ya leytə qavmi ya'lamun. Kaş mənim, həmin o kəs də dedi ki, kaş mənim qövmüm dərk eləyəydilər, biləydilər, haqqı anlayaydılar. Bima qəfərəli Rabbi və cəhələni minəl mukremin, ki, mənim Rəbbim necə mənim günahlarımı bağışlayıb və məni ikram olunmuş kəslərdən qərar verib. Və həmin bu Həbib-i Nəccar bir nəfər idi ki, bu hadisələrin keçdiyi yerin Antakya şəhəri olduğu qeyd olunub. İndi Türkiyə ərazisində yerləşən Antakya. Bu hadisələrin keçdiyi yer həmin o şəhərdə olub ki, Allah-u Teala küfürdə həddi aşan həmin yerə 2 nəfər Peyğəmbər göndərir ki, onları hidayət eləsin. Peyğəmbər göndərməmişdən öncə Antakya öz zamanında böyük bir şəhər idi. Yəni Bizans imperatorluğunun böyük mərkəzlərindən biri idi. Həm dini, mədəni və s. və ilaxır cəhətlərdən böyük bir şəhər idi. Amma o fisq, fücur, günah içində olan şəhəri, o böyüklüyünə rəğmən Allahın nurunun olmadığı halda Allah oranı kənd deyə, əvvəlində kənd deyə oradan danışır.
o kəndin əhlinin xəbərini bunlara, müsəlmanlara xəbər verir. Ora Peyğəmbər göndərəndən sonra, artıq ilahi vəhiy, ilahi nur ora daxil olandan sonra Allah-u Teala buyurur ki, şəhərin ucqar yerində, kəndlə şəhərin fərqi bilirsiniz də nədir? Şəhər daim mədəniyyət, sənətkarlıq, incəsənət bu şeylərin mərkəzi hesab olunan yerlər olub. Yəni insanların daha çox yaşadığı mədəniyyətin, incəsənətin, sənətkarlığın və s. və ilaxır iqtisadi cəhətdən, bu cəhətlərdən inkişaf etmiş mərkəzlər. Kənd isə bu kimi inkişafdan geridə qalmış daha ucqar yerlər. Allah-u Teala o böyüklükdə şəhərə Peyğəmbər olmayanda kənddə xitab edir. Yəni orada artıq Allahın nuru yoxdur, orada ilahi vəhiy yoxdur, insanlar yolu azıb, zülm, ədalətsizlik və iyrənc günahlar orada yayıldığı üçün artıq Allahın gözündə həmin yerin bir dəyəri yoxdur, oradan kənd deyə bəhs eləyir. Amma ora Peyğəmbərlər göndərdikdən sonra buyurur ki, şəhərin ucqar bir yerindən bir kəs gəldi. Onlara dedi ki, ey qövm, bu Peyğəmbərləri qəbul edin, tabe olun onlara. Həmin o kəsin də aqibətini Allah-u Teala cənnətlə müjdələyir. Bu Allahın bir sünnəsidir. Vəhyi, Peyğəmbəri daim yanında onu müdafiə eləyən, qoruyan bir kəslə birgə göndərir. Bu qissədə, bu hekayədə həmin kəs Həbibi Nəccardır. Məsələn, Qafir surəsində ki, Qafir surəsinin digər bir adı da Mümin surəsidir ki, Fironun yanında imanını gizləyən həmin o müminin adıyla ki, surənin bir hissəsi onun hekayəsindən danışılır. Bu surənin digər bir adı həmin o kəsin adıyla bağlıdır, Mümin surəsi. Həzrət Musa əleyhissalamın qövmündə Allah-u Teala Həzrət Musanı Fironun üzərinə göndərib ki, ged onları haqqa dəvət elə, zülmdən çəkindir. Həzrət Musa da Firona dəvətini eləyib, öz qövmünə dəvətini eləyib. Lakin azğın Firon Həzrət Musa əleyhissalamın qətlinə niyyət eləyib ki, Musanı harda tutsa öldürəcək. Bu zaman Qafir surəsinin 28-ci ayəsindən 45-ci ayəsinə qədər Fironun yanında olan, onun əhlindən olan, imanını gizlətmiş bir kəsin hekayəsini Allah bizlər üçün nəql edir. Buyurur, və qalə rəculun mu'minun min ali Fir'un. Fironun əhlindən olan mömin, iman gətirmiş bir kəs. Ki, bu kəsin də Həzrəti Hizqil olduğu hədislərimizdə qeyd olunur. Fironun əhlindən olan, mömin olan bir kəs, o kəs ki, yəktumu imanə, öz imanını gizlədirdi. Baxın, bir insan necə əzəmətli, necə böyük bir şəxsiyyət olub ki, küfrün binasında, mərkəzində ola-ola imanını gizləyib, Allaha iman gətirib, həqiqi bəndəlik eləyib və vəhyi, kitabı, Peyğəmbəri müdafiə eləmək məqamı yetişəndə o cürətlə Fironun müqabilində bu sözləri deyir. Bu asan bir şey deyil. İnsan var ki, rahatlıq vaxtında mömindir, imanlıdır, əməllərini yerinə yetirir. Elə ki, bir dənə günaha fürsət yarandı, bütün din, iman əldən gedir. Elə ki, insan fərqli bir ab-havaya düşür, fərqli bir dostların mühitinə qoşulur, nə bilim, günah üçün vasitələrin asan olduğu bir mühitə düşür, imanını qoruyur. Bu insan Fironun əhlindən idi, Fironun yanındaydı ki, Fironun da yanında haram, eyş, işrət, fisk, fücur asan idi. Buna rəğmən bu imanını qoruyub saxlamışdı, gizli şəkildə Allaha bəndəçilik eləyirdi. Həzrət Musa əleyhissalamı da Allah o qövmü hidayət eləmək üçün göndərəndə, artıq onun canına təhlükə yarandığını görəndə Fironun huzurunda bu sözləri deyir ki, Allah-u Teala buyurur ki,
Fironun əhlindən olan imanını gizlədən kəs dedi ki, ətəqtulunə rəculən ən yəqulə Rabbiyallah, siz mənim Rəbbim Allahdır deyən bir kəsi öldürmək istəyirsiniz. Yəni Həzrət Musa ki deyir, mənim Rəbbim Allahdır, Firon deyil. Siz mənim Rəbbim Allahdır deyən bir kəsi öldürmək istəyirsiniz. Bir halda ki, وَقَدْ جَاءَكُمْ بِالْبَيِّنَاتِ مِنْ رَبِّكُمْ, o Rəbbiniz tərəfindən sizə açıq aşkar nişanələrlə gəlir. Yəni bir var ki, bir insan iddia eləsin, ondan iddiasını sübut eləmək üçün dəlil tələb eləyəndə çaşbaş qalsın. Bir də var ki, bu insan hər vəclə öz peyğəmbərliyini isbat eləyir, sübut eləyir, möcüzələrlə, dəlillərlə, əqli və nəqli dəlillərlə, möcüzələrlə öz peyğəmbərliyini sübut eləyir. Buyurur bir halda ki, o sizə açıq aşkar dəlillər gətirir. Əgər onun dedikləri yalan olsa, yalanı öz üzərinə. Ki, yalancının hər yerdə hörməti yoxdur da. Yalan danışacaq, bir yerdən sonra yalanı aşkara çıxacaq, abrı hörməti itəcək. Amma əgər doğru demiş olsa, وَاِنْ يَكُوا صَادِقًا يُسِبْكُمْ بَعْضُ الَّذ۪ي يَعِدُكُمْ, onun sizə vəd etdiyi şeylərin bəziləri sizə üz gətirə bilər. O ki deyir, iman gətirməsəz cəhənnəmdə yanarsınız, iman gətirməsəz Allahın əzabı sizə yetişəcək, sizdən öncəki qövmlərin hekayələrinə baxın, hadisələrinə baxın. Yalancı olsa yalanı özünə, doğru demiş olsa doğru dediyi halda onun vəd verdiyi şeylər sizin barənizdə həyata keçə bilər. İnnəllâhə la yəhdi mən huvə musrifun kəzzab. Həqiqətən Allah israf edəni və çox yalan danışanı hidayət etməz. Ey mənim qövmüm, ləkumul mulkul yevm, bugün mülk, səltənət sizin əlinizdədir. Həzrəti Hizqilin Firona və onun ətrafındakıları olan xitabıdır. Bugün mülk, qüdrət, səltənət sizin əlinizdədir. Zahirinə fil ərd, yer üzərində hakimsiz, ixtiyar sahibisiz. Fəmən yansuruna min bə'sillahi inca'ana, amma sabah Allahın əzabı bizə yetişəndə, qiyamət günündə, o zaman kim bizə kömək eləyəcək? Allahın əzabından bizə kim imdad eləyəcək? Firon da öz növbəsində iddia eləyir ki, mən sizə ancaq doğru yola hidayət eləyirəm, ancaq haqqa dəvət eləyirəm. Həzrəti Hizqil əleyhissalam buyurur ki, mən sizin barənizdə sizdən öncəki dəstələrin məsəllərindən çəkinirəm. Allah onlarla necə davranmışdı, sizinlə də onlar kimi davranar. Baxın, görün Allah Nuhun qövmi ilə, Adın qövmi ilə, Səmudun qövmi ilə və onlardan sonrakılarla, kafirlərlə necə davranır? Və məllahu yuridu zulmən lil-ibad. Bir halda ki, Allah öz bəndələrinə zülm edən deyil. Yalnız öz əməlləri ilə, əlləri ilə qazandıqlarının müqabilində onlara bəla nazil eləyir. Ey mənim qövmüm, mən sizin məhvinizdən, həlakınızdan qorxuram. Bir gün ki, arxa çevirib qaçmağa çalışacaqsınız, amma sizi Allahın əzabından, Allahdan heç kim qoruya bilməyəcək. وَمَنْ يُدْلِلِ اللّٰهِ فَمَا لَهُ مِنْ هَادٍ. Allahın zəlalətdə tərk etdiyi kəsi heç kim hidayət eləyə bilməz. Sizə bundan öncə Allah Yusufu peyğəmbər olaraq göndərdi, açıq-aşkar dəlillərini təqdim elədi. Bu ayələri qeyd eləyəndən sonra hüccəti, dəlili təqdim eləyəndən sonra Allah-u Müteal Fironun təkəbbürünə işarə edir. Baxın, Musa ilə bahəm Tövrat göndərir. Musanın özünü o Tövrətə hakim olaraq göndərir. Buna rəğmən Musanın və Tövratın yanında bir mümini Allah-u Müteal öz dinini, kitabını, peyğəmbərini qorumaq üçün Fironun huzuruna göndərib, bu qədər dəlillər, bu qədər nişanələr təqdim olunub. Bunun müqabilində Fironun dediyi söz budur. Və qalə Firon, ya Haman, ibnili sərhən ləalli əbluğul əsbab. Ey Haman, mənim üçün səmaya bir nərdivan uzaq ki,
Bəlkə Musanın Rəbbinin yanına qalxım. Bəlkə qalxım orada Musanın Rəbbini görün. Allahum Teal Həzrəti Hizqil əleyhissalamın dilindən buyurur. Və qaləl-ləzi amənə, həmin o iman gətirən kəs dedi. Ya qovm, ittəbi'uni əhdikum səbilər rəşad. Mənə tabe olun ki, sizi doğru yola hidayət eləyim. Ey mənim qovmum, həqiqətən bu dünya həyatı kiçik bir şeydir. Və innəl axirətə hiyə darul qərar. Və axirət əbədi qalacağımız yerdir. Və mən əmilə səyyiətən fəla yücza illa misləhə. Hər kim pis bir iş görmüş olsa, ona gördüyü işin mislində qarşılıq verilər. Və mən əmilə salihən min zəkərin əv unsa. Və hər kim qadın olsun, kişi olsun, fərq etməz, salih əməl etmiş olsa və huvə müminun, bir halda ki, o Allaha iman gətirib, fəulaikə yədxulunəl cənnə, onlar cənnətə daxil olacaq kəslərdir. Yurzəquna fiha bi qeyri hesab. Hesabsız, saysız, hesabsız ruzu ilə orada ruzilənəcəklər. Allah onlara lütfünü əta eləyəcək. Ey mənim qövmüm, mən sizin nəcata dəvət eləyirəm, qurtuluşa dəvət eləyirəm. Siz isə məni cəhənnəm oduna tərəf dəvət eləyirsiniz. Məni Allahı inkar etməyə, ona kafir olmağa və ona şərik qoşmağa dəvət eləyirsiniz. Bir halda ki, leysəli bihi ilmun və ənə əd'ukum iləl-əzizil qəffar. Mən isə sizi əziz olan, qəffar olan Allaha tərəf çağırıram. La cərəmə ənəmə təd'unənu iləyhi leysə ləhu dəvətun fid-dünya və la fil-axirə. Həqiqətən bizim hamımızın qayıdışı Allaha tərəf olacaq. Bəziləri cəhənnəm əhli, bəziləri cənnətə daxil olacaq. Bu qəbildən olan sözlərdən sonra həmin o məlunlar vurur, həmin o şəxsi şəhadətə yetirirlər. Amma bu şəhadətin müqabilində Allah-u Teala buyurur ki, fəvəqahullahu seyyiati ma məkəru. Allah həmin o kəsi onların pis tədbirindən, məkrindən xilas etdi. Və haqə bi ali Firavuna su'il əzab. Və Firavunun da əhlinə pis bir əzab nazil etdi. Bir insan ki, bu öldürülüb, buna Allah necə nicat vermiş sayılır. Həmin o Firavunun əhlindən olan gizli iman gətirən kəs Həzrəti Musanı müdafiə elədiyi üçün, Tövratı müdafiə elədiyi üçün, öz qövmünü haqqa dəvət elədiyi üçün Firavun və onun əhli tərəfindən öldürülür. Allah-u Teala buyurur ki, biz ona nicat verdik. Allah yanında qurtuluş, nicat bir insanın maddi bədəninin varlığına, sağlamlığına bağlı olan bir şey deyil. Allah yanında həqiqi nicat bir insanın əbədiyyətinin xeyirli olmağıdır. Ona görə öldürülməyinə rəğmən Allah-u Teala buyurur ki, biz ona nicat verdik. Düzdür, öldürüldü. Düzdür, maddi həyatını itirdi. Amma Allah dərgahında uca zirvəyə ucaldı. Allahın nəim cənnətlərini qazandı. Həmin o qövm ki, təkəbbür eləyirdi, Allah-u Teala onların da aqibətindən danışır. Buyurur ki, salavat zikirlə Peyğəmbər var Peyğəmbərə. Allahümmə salli alə Muhammed və ali Muhammed. Həzrət Musa aleyhissalamın indi qeyd eləyəcəyim başqa bir qissəsində. O qədər ki, Həzrət Musanın qövmü küfürdə həddi aşmışdı. Allah Musanı Peyğəmbər olaraq göndərib, Tövrat göndərib bunlara, Harunu Musanın yanında göndərib, Arifir onun yanında imanını gizlədən kəsləri bunlara hidayət eləmək üçün göndərib. Nə qədər bu şəxsləri hidayət çırağı olaraq bunlara təqdim edib, küfürdə həddi aşıblar, müqabilində Allah-u Teala onları bəlaya düçar edib. Bəzilərini Həzrət Musa yerə əmr edib, yer özünə tərəf çəkməklə cəzalandırır. Bəzilərini dəryada boğmaqla, Nil çayında və yaxud da dənizdə boğmaqla cəhənnəmə vasil edib. Və sair və ilaxır.
Digər bir nümunəsi Həzrəti Musa əleyhissalamın qardaşı olan Həzrəti Harun əleyhissalam. Məsələn, Qəsəs surəsinin ayələrində Allah həmin o siddiqlərdən, sadiqlərdən olan bu kəsin hekayəsini bizə nəql edir. Necə? Həzrəti Musa ki, öz qövmü ilə sərgərdan qalmışdı, Misirdən bir növdə öz qövmünü götürərək xaric olmuşdu. Uzun bir müddətdən sonra, Həzrəti Şüeybə yetişəndən sonra, onun huzurunda bir müddət qalandan sonra, uzun müddətdən sonra yenidən qövmü ilə birgə, cəmaatı ilə, əhli ilə birgə Misrə tərəf qayıdır. Misrə tərəf qayıdanda Tur dağının civarından keçəndə, Tur dağında bir nur görür ki, öz qövmünə deyir, sizlər burada qalın, bəlkə mən oradan bir od gətirərəm ki, bizim isinməyimizə fayda verər. Fələmma ətəha, elə ki Musa həmin o dağa tərəf getdi, nudiyə min şatil vadil əymən. Həmin o vadidə olan ağacdan, ağacın bir tərəfindən ona nida olundu. Ya Musa, İnni ənəllah Rabbul aləmin. Ey Musa, mən aləmlərin Rəbbi olan Allaham. Və ən əlqi əsak, öz əsanı yerə at. Fələmmə rəaha təhtəzdu kəənnəhə cannun vəllə mudbirən. Elə ki, Həzrəti Musa əsasını yerə atdı, əjdahaya dönüşdüyünü gördü. Həmin o mənzərəni görəndə arxa çevirib qaçmağa başladı. Heyrətindən ki, bir əsanın, ağacın parçasının əjdahaya, ilana dönüşməsi adi bir şeydir. Kimin başına gəlsə, üst çevirib qaçar da. Buyurur ki, bu zaman biz onu yenidən çağırdıq. Ya Musa, əqbil, ey Musa, geri dön. Və la təxəf, qorxma. İnnəkə minəl aminin. Sən amanda olanlardansan. Usluk yədəkə fi ceybik. Əlivi öz cibivə sal. Əlivə sal, qoynuva sal. Təxruc beyda min qeyri su. Onu bəyaz şəkildə xaric olduğunu görəcəksən. Bunları qeyd eləyəndən sonra Allah-u Müteal Həzrəti Musa əleyhissalama buyurur ki, bunlar sənin Rəbbin tərəfindən olan iki bürhanın, iki nişanəndir ki, bunlarla birgə Fironun yanına get. Həqiqətən onlar fasik, günahkar olan qövmdülər. Ged onları haqqa tərəf dəvət elə, hidayət elə. Həzrət Musa buyurur, Rəbbi, inni qətəltu minhum nəfsən. Ey mənim Rəbbim, mən onlardan bir kəsi öldürmüşəm. Qəsəs surəsinin ayələridir bu ayələr. Fəəxafu ən yəqtuluni. Və qorxuram ki, onlar məni öldürərlər. Mən ki, onlardan birini öldürmüşəm, qisas alarlar məndə. Və əxi Harun huvə əfsəhu minni lisanən. Mənim qardaşım Harun məndən daha bəlağətli dilə sahibdir, daha yaxşı danışır. Fəərsilhu mə'i. Onu mənimlə birgə göndər. Bu özü Peyğəmbərdir. Özündən əvvəlki kitabları və Peyğəmbərləri təsdiqləyən kəsdir. Buna rəğmən həmin o Peyğəmbər özü ilə birgə onu təsdiqləyəcək, onu dəstəkləyəcək bir kəsə Allahdan diləyir ki, qardaşım Harunu mənə arxadayaq olaraq rıdən, arxa olaraq mənim yanımda, mənimlə birgə Fironun yanına göndər, yusəddiquni, məni təsdiqləsin. Baxın, müsəddiq, təsdiqləyən Allahın kitabı var, Allahın Peyğəmbəri var. Buna rəğmən həmin o ulul əzm Peyğəmbər Allahdan istəyir ki, ey mənim Rəbbim, qardaşım Harunu mənə arxa dayaq olaraq mənimlə birgə Fironun huzuruna göndər. O məndən daha bəlağətli danışır. Ki, o məni təsdiqləsin, mənə kömək olsun. İnni əxafu ən yukəzzibuni. Çünki mən qorxuram ki, onlar məni yalanlayarlar. Mən onlara Allahın Peyğəmbəri olduğunu deyəndə, mən onları haqqa dəvət eləyəndə, onlar məni inkar eləyərlər. Buradan sadaladığımız nümunələr Allah-u Mütealın bir sünnəsinin, bir qaydasının göstəricisidir ki, Allah yer üzərində öz vəhdaniyyətini, öz haqqını təsdiqləyən Peyğəmbərlər göndərir. Həmin o Peyğəmbərlərin Peyğəmbərliyini təsdiq edən kitablar göndərir.
Bunlar biri-birinə zəncirvari bağlıdır. O kitab Peyğəmbəri təsdiq eləyir, Peyğəmbər o kitabı təsdiq eləyir. Buna rəğmən öz vəhyini, vəhyinin sahibini başqa bir sadiq, müsəddiq olan, yəni təsdiqləyən kəslərlə qüvvətləndirir ki, həmin o vəhyi qorusun, həmin o Peyğəmbəri qorusun. Biri Həbib-i Nəccar idi Yasin surəsinin qissəsində. Biri Hizqil əleyhissalam idi Ali Fironun qissəsində. Biri həmin bu Harun əleyhissalamdır ki, Həzrət Musanın Fironla olan bu qissəsində, Qisas surəsinin ayələrində barəsində danışdığımız kəs idi. İslam Peyğəmbərinin ona nazil olan vəhyi, yəni bu gecə nazil olan kitabı. Ki o kitab özündən əvvəlki bütün peyğəmbərləri və kitabları təsdiqləyən kitabdır. Həmin o peyğəmbərin özünü, ki onun özünü təsdiqlənməyə ehtiyacı var. Çünki o özü təsdiqlənməsə, insanlar onu inkar eləyəcək. Necə ki, inkar da eləyirdilər. Onun vəhyini, onun özünü, dinini, əmr və qadağalarını təsdiqləyən bir vəsinin, bir siddiqin olmağı gərəklidir ki, ta insanlar həmin o siddiqin vasitəsilə Peyğəmbərin zamanında və Peyğəmbərdən sonra Allahın vəhyini, kitabını, Peyğəmbərin hörmətini və dinlərini doğru, düzgün şəkildə yaşaya bilərlər. Həmin o siddiqə Allah-u Teala Peyğəmbərin civarında Əmirül Müminin olaraq qərar vermişdi. Ona görə Həzrət buyurur ki, Əs-Siddiqunə səlas, siddiqlər 3 şəxsdir. Biri Həbib-i Nəccardır, biri Ali Fironun müminidir, hekayələrini danışdıq hər ikisini. Biri də Həzrət Əmirül Müminin Əli ibn Əbu Talibdir. Peyğəmbər buyurur ki, mənim dinim 2 şeyin üzərində bina olundu. Yəni fundamenti bu 2 şey təşkil edir. Ki bu 2 sütunun biri olmamış olsaydı, İslamın ayaq açıb yeriməyi, binasının qurulmağı müşkül bir şey olardı. Biri Xədicənin malı, bir də Əlinin qılıncı. Əgər Əmirəl-Müminin Əli ibn Əbu Talib əleyhissalam olmasaydı, Peyğəmbərin peyğəmbərliyinin, onun gətirdiyi kitabın insanların hidayət olması üçün xidmət etməsi mümkünsüz olacaqdı. Mümkün deyildi ki, o Peyğəmbəri təsdiqləyən, onun kitabını təsdiqləyən, onu təhriflərdən qoruyan, onun əqidəvi və əməli hökmlərini insanlara doğru olaraq çatdıran bir kəs olmadığı halda o kitab və Peyğəmbər Peyğəmbərdən sonra yaşamış olsun. Məsələn, Qurani Kərimdə Allah-u Teala Həzrət Əmirəl-Müminin əleyhissalamın sədaqətini müxtəlif ayələrdə bizlərə təqdim edir. Ki, Əli əleyhissalamın barəsində ötən gecədə biraz danışmışdıq. Sabahları da inşallah o Həzrətin şəhadət məclisi olacaq. Adətən Qədr gecələrində insan köklənir, Qədr gecələrinə, onun əməlinə, bəzi müstəhəbbi əməllərə. Hər nə qədər Əli əleyhissalamdan danışılsa da, o Həzrətin şəhadəti bir növ desək qarışmış olur. O qədər də insanın zehnində layiq olduğu kimi canlanmır. Ona görə sabahları məxsusi olaraq Əmirəl-Müminin əleyhissalamın şəhadət məclisimiz olacaq. Orada da müəyyən şeylərə işarə eləyəcəyik. Dünənləri hərçənd ki bir qədərinə işarə elədik. Əmirəl-Müminin əleyhissalamın Allaha, Peyğəmbərə, kitaba olan sədaqətini saymaqla bitməz. Onlardan o Həzrətin uca məqamını göstərən şeylərdən biri viladətinin və şəhadətinin Allahın evində olmağıdır. Kəbədə, Beytullahda dünyaya gəlib ki, mislində ikinci bir insan yoxdur, Allahın evində dünyaya gəlmiş olsun, Kəbədə dünyaya gəlmiş olsun. Və Allahın başqa bir evində namazda, mehrabda, ibadətdə, səcdədə şəhadətə yetirilib. 4 dənə yer var ki, onlar yer üzərinin ən üstün yerləri hesab olunur. Onlardan biri Məscid-i Həramdır.
Məscid-ül Həramda Kəbənin olduğu məscid. İnsan, müsafir eləyə bilər ki, namazlarını tamam qılsın. 4 yer var ki, orada insan namazlarını tam qıla bilər. Müsafirdə olsa, namazlarını tam qıla bilər. Biri Məscid-ül Həramdır. Biri İmam Hüseyin əleyhissalamın mübarək qəbrinin ətrafıdır. Təqribən 11 metr civarında olan ətrafıdır. Biri Kufə məscididir, biri Səhlə məscididir. Bu yerlərdə insan ixtiyar sahibi üçün namazını tamam da qıla bilər, qəsr də qıla bilər. Burada yəni müsafir hesab olunmursun. Həmin o yerlərin ən üstünlərindən Kəbədə bu insan dünyaya gəlir. Və digər bir ən üstün yer olan hansı ki, Kufə məscidinin əməllərini hədisdə var ki, insan əgər qüsursuz yerinə yetirsə, ona həccin savabı yazılar. Ən üstün məscidlərdən, məqamlardandır Kufə məscidi. Neçə dənə Peyğəmbərin məqamı var, orada namaz qıldığı yer var, Həzrəti Cəbrailin məqamı var, imamlarımızın məqamı var. Kəbədə dünyaya gəlib, Kufə məscidində zərbətlənib. Və bu iki hadisənin viladəti ilə şəhadəti arasında olan ömrə elə bir həyat sığdırıb ki, insan heyrətdə qalır ki, bu insan bu qədər fədakarlıqlara, bu qədər belə deyək, sədaqətə, vəfaya rəğmən necə bu qədər biganə yanaşılır, necə bu qədər dəyərsiz yanaşılır, necə bu qədər insanlar ona qarşı vəfasızlıq və sədaqətsizlik göstərir. Yəni, necə bu insanın haqqı ona ödənməyir. Bir insan üçün ən böyük zülmlərdən biridir ki, ona haqqını ödəməyəsən, layiq olduğu dəyəri ona verməyəsən. Burada məqsəd maddiyyatdan getmir. Bir insana layiq olduğu dəyəri verməmək, ona edə biləcəyin ən böyük zülmlərdəndir. Həzrət Əmir Əl-Müminin əleyhissalamın dəyəri ki, bizim yanımızda dərk olunacaq bir dəyər deyil. Peyğəmbər Əkrəm buyurur ki, Ya Əli, məndən sonra insanların sənin barəndə İsa'nın qövmünün İsa barəsində düşdüyü xətaya düşməklərindən qorxmasan. Yəni, necə Həzrəti İsa barəsində onun qövmü Allahın oğludur dedi, həddi aşdılar, Allah bildilər. Sənin barəndə bu insanlara elə sözlər deyərəm ki, sənin dəstəmazlığın suyundan, qədəmvin torpağından təbərrük eləyərlər. Amma qorxuram ki, bu insanlar sonra səni Allah bilərlər, ya nə bilim, Allahın oğlu bilərlər. Həzrət Əli əleyhissalamın məqamı bu baxımdan bizlər üçün dərk olunmazdır. Amma sırf dünyəvi baxışla, bir insan kimi onun etdiklərini insan təhlil eləyəndə böyük bir təəssüf hissi çəkir ki, necə bu insan layiq olduğu dəyəri görmür. Bu qədər fədakarlıqlara rəğmən, bu qədər cəfaya rəğmən, bu qədər imana rəğmən, təqvaya rəğmən, fəzilətə rəğmən, Həmbəli alimlərindən biri deyir ki, mən bir insanın barəsində necə mədh eləyim, nə deyim ki, onu nə ilə tərif eləyim ki, düşmənləri onun barəsində olan fəzilətləri gizlədiblər, dostları qorxularından danışmağa cürət eləməyib, yenə də onun fəzilətləri, onun tərifi, mədhi bütün aləmi bürüyüb. Belə bir insanı da mən nə ilə tərif edeyim? Təsəvvür edirsən, bir insanın bir xüsusiyyətini, yaxşı xüsusiyyətini düşmənlər qadağan edir ki, onun nə barədə o, məsələn, səxavətli olduğundan danışarsınız. Nə barədə onun ədalətli olduğundan danışarsınız. İllərlə onun əleyhinə əks təbliğat aparılıb. Məsələn, Muaviyyə quzu balalarını göndərirdi bəzi evlərə. Ondan sonra həmin o evlərin əhli, uşağı ona bağlanandan sonra bir nəfər göndərirdi, onların əlindən aldırırdı ki, göndərəndə deyirdi, bunu sizə Muaviyyə göndərib, alanda deyirdi ki, bunu əlinizdən əliyə aldı. Bu cür əks təbliğat gedirdi ki, insanlarda Həzrəti Əli əleyhissalama qarşı nifrət yaransın. Məxsusən də o zamanın uşaqları olan gələcək nəsillərdə. İllərlə məscidlərin minbərlərində xütbələrə başlayanda Əli əleyhissalama lənət oxumaqla başlayırlar. İllərlə namazların qunutlarında Əli əleyhissalama lənət oxuyublar. Bir şey ki, İmam Həsənlə
əleyhissalamla Muaviyyənin sülh müqaviləsinin maddələrindən biri Əli əleyhissalama olan lənətlərin, təhqirlərin dayandırılması olur. Necə bir vəziyyət olur? Hansı ki, bu kəs İslamın binasını qoyan, Kəbənin üzərindən bütləri dağıdan, Peyğəmbərin silahdaşı, Peyğəmbərin ən əziz qızının həyat yoldaşı, Peyğəmbərin özü üçün qardaş seçdiyi, Peyğəmbərin huzurunda döyüşlərdə yara alan, kafirləri cəhənnəmə vasil eləyən, Peyğəmbərin onun barəsində sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Yəni Musa Harun üçün bir-birinə nə idisə, sənlə mənim bağlılığım da odur. Harun Musa üçün qardaş idi. Həzrət Əmir əl-Müminin Peyğəmbər özü üçün qardaş seçmişdi. Harun Musanın vəsisi idi. Əli əleyhissalam Həzrəti Peyğəmbərin vəsisi idi. Və sair və ilaxır. Ki, belə bir şəxsiyyəti Peyğəmbər dünyadan köçəndən sonra elə bir hala saldılar ki, Mədinənin içərisində qərib kimi yaşayırdı. Xristiyan alimlərindən biri George Zordak, Livanda yaşayan xristiyan alimlərindən biri. O bir dənə kitab yazır Əli əleyhissalamın barəsində. Orada Əli əleyhissalamın barəsində elə sözlər deyir ki, həqiqətən insan baxanda görür ki, yəni, bu insanın səmimi dediyi sözlərdir. Bu, elə belə kütlə cəlb